Arkamda gördüğünüz iki qızın ikisi də sevgisinə zəng eləyəcək. Hansının sevgisi daha çox tez gəlsə, məndən 100 manat və bir sumka pul qazanacaq. Sevgilim var. Var əlbəttə. İkiniz də sıralıqla sevginizi zəng eləyəcəksiniz. Hansınızın sevgisi daha çox tez gəlsə, məndən bir sumka pul və 100 manat pul qazanacaqsınız. Hansınız daha çox özünə güvənir? Məncə mən güvənirəm və mənimki tez gələcək. Çünki biz çoxdandır görüşmürük, darıxıb gələcək. Bugün görüşmüşük, bilmirəm gələcək, gəlməyəcək. Onda birinci xanım daha çox özünə güvəndiyi üçün xanımdan başlayaq. Zəng elə. Salam həyatım, necəsən? Necəsən? Sağ ol. Hardasan? Buradayım. Mən şəhərdəyəm. Sənə işim düşüb. Acil mənə tez, təcili şəkildə 30 dəqiqəyə gələ bilərsən bura yarım saata. İndi sənə məkanı atacağam. Mənəm 40 dəqiqə popqadır. 2 saat olsa olmaz. Yox, ancaq yarım saata. 30 dəqiqə gəlməlisən. Yaxşı çalışaram tez gəlim. İnanım, gözləyirəm ha səni. Çalışaram tez gəlim. Yaxşı gözləyirəm əzizim. Yaxşı. Tamam. Neçə vaxtdır sevgilisiniz? 1 ildir. Siz 30 dəqiqə gəlib çatdıra biləcəksiniz? Yəni belə hallar çox olub və tez çatır. Alo. Ay Can, hardasan balam? Bərbərdə sən hardasan? Eşkim, sən konum atsan gələ bilərsən, işim var sənlə. Deyirəm bərbərdən deyirəm gələ bilərsən. Bir yarım saat gözlə ondan sonra da. Yarım saata burada ola biləcəksən dəqiq. Tam da 30 dəqiqə hesab olmadı. İndi saat 36-dır. Mən üçün deyir də 20-nin altında orada olan mənəm. Bir 5-10 dəqiqə gecikdim də. Qaça-qaçsın. Nəsə problem var yoxsa? Vacib işim var. Təxminən neçə dəqiqə gələrsən? Yaxşı 40 dəqiqə olsun. Tamam, 40 dəqiqə burada ol. Neçə vaxtdır sevgilisən? 3 ay var. Mənə görə şəxsi fikirlərimə görə xanımın sevgisi daha çox tez gələcək. Qara şəralı bərbərdən yarımsıq çıxıb gələn deyil. Nə bilim, inşallah yaxşı tez gələr. Məncə mənimki artıq yoldadır və məkana yaxınlaşır. Görək, hansınız qalib gəlsəz bir sumka pul sizin olacaq. Gözləyək. Artıq axşam oldu və mən hələ gözləyirəm. Nə olur sizin sevgililəriniz? Gəlmirlər yoxsa? Sənki nə xəbər yox deyəsən bərbərdə qal. Dedi gələcəm, gözləyəcəm. Görək 100 manatın və bir sumka pulun qalibi kim olacaq? Gözləyək görək nə olur uşaqlar. Hə, həyatım. Molun qabağındayam. Hardasan sən? Gördün? Atdığım yerdə səndə. Hə, yaxınlaş indi mən gəlirəm sənin yanına. Gözlə, dayan orada. Dedim sizə gələcək. Məncə qalsın bərbərdə, heç gəlməsin. Və bəli uşaqlar, bir sumka pulun qalibi və 100 manatın qalibi bu xanım oldu. Təbrik edirəm sizi. Pul komandasından sizə hədiyyə. Bu sizin mükafatınız 100 manat. Bizdən də sizə bir dənə pul hədiyyə. Siz sevginizi çağırsınız nə qədər vaxt gələrdi? Kommentdə yazmağı unutmayın.